Cəryan şiddətləri I1 böyükdür I2 olan cəryanlı düz naqillər eyni müstəvidə bir-birinə perpendikulyar yerləşmişdir. A nöqtəsində yaranan yekun maqnit induksiyası vektorunun istiqaməti necə yönəlmişdir? Məlumdur ki, yuxarı axan cəryanın sağ tərəfi x olacaq, sol tərəfi nöqtə. Buna görə A nöqtəsi nöqtəyə düşür. Yəni, nöqtə olan şəkil müstəvisindən bizə doğru induksiyanın yarandığı hissəyə düşür. İlki cəryanlı naqilində isə cəryan bu istiqamətdə axır. Sağ əl qaydasına görə baş barmağımız cəryan istiqamətində yönələndə bu tərəf x olacaq, aşağısı nöqtə olacaq. Belə çıxır ki, A nöqtəsi x olan hissədə yerləşmişdir. Yəni ki, B2 olacaq x. Biri x, biri nöqtədirsə, yekun induksiyanı tapmaq üçün çıxmaq lazımdır. İndi qalır ki, hansı böyükdür? Onsuz da məsafələr eynidir. İnduksiya cəryan şiddəti ilə düz, məsafə ilə tərs mütənasib asılıdır. Əgər I1 I2-dən çoxdursa, onda belə çıxır ki, B1 də B2-dən böyük olacaq. Çünki məsafələr eynidir, cəryan şiddəti I1-də çoxdur. B1 B2-dən çox olacaq. Ona görə də biz B1-dən B2-ni çıxacağıq. Bu bizdə yekun sahənin induksiyası olacaq və istiqaməti isə necə ki, əvəzləyici qüvvədə böyük qüvvə istiqamətində yönəlirdi, o cür də burada da B1 böyük olduğu üçün istiqamətli olacaq nöqtə şəkil müstəvisindən bizə doğru. C variantı. İnduksiyanın istiqamətini tapmaq üçünsə bu şəkil sizə kömək edə bilər. Yəni, cəryanlı naqildə cəryan yuxarı istiqamətdə axırsa, sağ tərəfi x, sol tərəfi nöqtə olur.